Bismillah, elhamdülillah və salatu və selamu ala Rasulillah və ba'd. Təəssüflər olsun, elə bir zamanda yaşayırıq ki, hər keçən gün qeyrətsizlik, iffətsizlik baş alıb gedir. Allah Azze və Cəllə cümləmizin və bütün müsəlman ümmətinin sonunu xeyirli eləsin. İmam Rağib el-Asfahani rahiməhullah buyurur ki, hər ümmətdə qeyrət kişilərinə, iffət isə qadınlarına verilmişdir. Yəni, hər ümmətin içində olan inananların ən önəmli və xüsusiyyətlərindən biri budur. Yəni, kişilərdə qeyrət çox gözəl və kişilərin ən xüsusi özəlliyidir. Qadınlarda isə iffət və namus qadınların ən xüsusi özəlliklərindən biridir. İmam İbn el-Qayyim rahiməhullah Əd-Da və Əd-Dava kitabında buyurur ki, qeyrətli olmaq, bir kişi öz məhrəmlərini qısqanması dinimizin təməlindəndir. Kimin qeyrəti, məhrəmlərini qısqanmağı yoxdursa, onun dini yoxdur. İmam Əl-Bağavi rahiməhullah Şərh-i Sünnə kitabında gətirir ki, buyurur ki, Əli radiyallahu anhudan belə rivayət olunur. Kimdə qeyrət yoxdursa, o adamda əslində xeyr yoxdur. Ona görə həm xeyirliyə dəlalət edən, həm dinimizin əsli olan, həm də kişilikdə ən xüsusi olan qeyrət məsələsinə kişilər fikir verməlidir. Xüsusən də Qafqazlılar hər zaman bu nöqtəyə damğanı vurmuşdular. Təəssüflər olsun ki, dünyada keçən cərəyanlar artıq belə baxsaq görərik ki, bizim yaşadığımız diyarlara da bayağı təsir edib. Allah Azze və Cəllə İslam ümmətini bu pis xislətdən qorusun. Həm kişilərini, həm də qadınlarını. Esselamu aleykum və rahmetullah.